Bu kartlarla bir çoxları fala baxır. Dəhşətli dərəcədə böyük bir insan kütləsi var ki, bu kartlar ilə gündəlik suallarına cavab axtarırlar. Və mən bu mövzunu dərindən araşdırdım. Nəticədə yalan və qeyri-dəqiq məlumat paylaşanların necə də çox olduğunu gördüm. Google mənə deyir ki, tarot kartlarının bazarı 2026-da 1 milyard yarım dollar təşkil edir. Bəs bu kart biliklərini kim daha dəqiq sahib olub effektiv analiz edə bilər? Əlbəttə ki, süni intellekt. İndi isə gəlin fala baxan süni intellekt application yaradaq. Daxil oluruq ChatGPT hesabımıza. Menyuda Codexə klik edirik. Codex proqramını kompüterimize endiririk. Bəyəndiyimiz dizaynı internetdən tapıb ona göstəririk. Fikrimizi ona qısa izah etdikdən sonra başlayır bizim üçün application'ı yaratmağa. Və budur. Falçı süni intellektimiz hazırdır. Keçirik brauzerə, sual veririk ki, Trump İran savaşını qazanacaqmı? Baxaq görə sistem artıq anlayır nə istəyir. Möhtəşəm 3 kart çıxartdı. Hələ dizaynları tam hazır deyil və ingilis dilində detallı artıq analiz edir. Geridə qalır ona Azərbaycan dilində işləməyi öyrətmək, dizaynına və analiz etmə bacarıqlarını biraz da əl gəzdirmək və bu süni intellektimizi Telegrama da bağlayaraq OpenClaw agenti vasitəsilə bir xidmətə çevirə bilərik. Tarot kartlarının xüsusi bir auditoriyası var və bu onlara yönəlmiş bir layihədir. Bu işin ən maraqlı tərəfi bilirsən nədir? Səhərdən gördüyüm bütün hadisələri, bütün layihəni mən süni intellektə yalnız mesaj yazmaqla həyata keçirdim. Heç bir kodlaşdırma biliyi olmadan, heç bir faylları mən yaratmadan sadəcə mesaj yazmaqla süni intellekt ilə əmələ gətirdim. İstənilən bir insan ağlına gələn hər bir ideyanı bugünkü gün süni intellektlə evində oturaraq qura bilər. Instagram profilimdəki bu linkə klik edirsən, açılan pəncərədə OpenClaw süni zəka agentini seç. Bu saytımızdan təlim proqramını al, hazır video dərslərdir. Bizlərə qoşul və layihələrini qurmağa başla. Hər həftə də canlı yayımlarımız olur. O ki qaldı falçı süni zəka servisimizə. Şərhlərdə fikirlərinizi bildirin. Nə dərəcədə maraqlıdır bu sizə?